Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Oktyabr ayının 31-də Ordubad rayonunun Nəsirvaz kəndində yay havası var. Dağlarda qar olsa da hava çox aydındır. Yayda da elə avqust ayının sonlarına qədər də dağda qar olur, bəlkə də bundan çox olur. Dünənki təlatümlü hava hara, bugünkü hara. Səmada bir səngə olsun, bulud sən yoxdur. Axşam tərəfi bəlkə də dağların zirvəsi dumanlanar, buludlanar. İndi hava çox aydındır. Küləyin sürəti azdır. O qədər azdır ki, üçrəkli bayrağımızı belə tam dalgalandıra bilmir. TV kəndində də, Nəsirvaz kəndində də ağaçların aqibəti eynidir. Biraz saralıblar. Tam sarı yarpaq olan ağaçlar da var. Ancaq ağaçlar yarpaqların hələ ki tökməyiblər. İndiyə qədər şərait yaxşı olub. Ən soyuq hava bu gecə olub. Səhər-səhər də Nəsirvaz kəndində sıfıra yaxınlaşırdı. Bəlkə də dünənki havanın təsiridir. Bu gecənin soyuq olması ola bilər. Bugün hava xoş keçə. Payızda 2 dəfə yüngülvari yağış yağdı. Torpağın üst qatını heç 1 santim da islatmadı. Yer dəmir kimidir. Qazma ilə belə bir balaca torpaq qazmaq olmur. Keçən il yay quraq oldu. Bu il payız belə olsa, gələn ildən yenə də naümidik. Deyirlər ki, 10-15 ildən bir 1-2 il belə ola bilər, ancaq ardarda 2-3 ildir quraq keçir. Bəlkə Urmiya gölünün qurudulmasına görədir. Çünki göl iqlimi yumşaldır. Tam quruyandan sonra kəskin kontinentaldır Naxçıvanın iqlimi. Bəlkə də kəskin olacaq. Yayı həddindən çox isti, qışı da həddindən çox soyuq. Quru iqlim bu kəskin kontinentala verir. Sobalarımızı artıq yandırmağa başlamışıq. Noyabr, dekabr, yanvar, fevral, mart. 5 ay sobalar sərasər yanacaq. Elə olar ki, aprel ayında da hava soyuq olar. Keçən il may ayında da sobanı yandırırdıq. Ona görədir ki, bizə təyin olunmuş limit 4-5 ay müddətində də olur. Elə ailələr var ki, 200 otaqda soba yansa daha tez. Belə dəhşətlərin nəzərə almaq lazımdır. Limiti biraz yüksəltmək lazımdır. 2400, 3000. Cəmaət neynəsin? Qaz pulunu çatdıra bilmir, məcbur qalıb həyətdə ağaçları kəsir. Həyətdən qutarandan sonra da təbiətdən kəsilməlidir, ona da icazə yox. Heç kim də cəsarət eləyib bir dənə ağac kəsə bilməz. Çünki o zərməni versə ilə fil müddətində ən yüksək tarifi ilə qaz yandırsa belə o həddə gəlib çatmaz. Nəsirvaz kəndinin qışı daha çox çəkir. Aprel ayının ortalarında Nəsirvaz kəndinin ərazisi olan Kolluda qar olur. Mən elə aprel ayının 28-də bir video çəkmişəm. Tağız Salihoğlu'nun Aman Dağlar mahnısı ilə 1.200.000-dən keçib baxış sayı. Onda belə Kollunun bəzi çökək yerlərində qar var idi. Hələ ki günüzdür, günəşin istiliyin çiyinlərimdə hiss eləyirəm.
Gün batan kimi soyuq başlayır. Sağ olun hörmətli izləyicilər, bu gözəl görüntüləri sizlərə təqdim eləmək üçün 5-6 dəqiqə vaxt ayırdım. Hal xoşunuz olsun. Növbəti videolarda görüşərik. Salamat qalın. Olar ki, günün irəliləyən saatlarında video çəkməyə imkan olmasın. Bugün Bakı şəhərində qardaşım oğlu Eldarın toyudur. Təbrik edirəm Eldarı da, onun xanımın da izdivac münasibəti ilə. Yaxın qohum əqrabalara da gözünüz aydın deyirəm. Salamat qalın.